ki, nə qədər ki dünyada varsan, çalış, haqqın nasıl riayət eləyəsən. Hətta Peyğəmbərdə hədis var ki, bulur ki, çalışın dünyada haqlarınızı yerinə yetirin. Bəli. Bircə dənədir, qarışqanın haqqısının boynuzda olmasın. Qarışqa orada məcazi mənadadır. Yəni ki, kiçik bir haqq üstündə qalmasın. Quran-ı bizə deyir ki, Eyyuhər Rəsul, Peyğəmbər, Kulu min tayyibati, yuyun paşlardan və aləmi salihən. Elə bu ayə bizim sözümü tamamlayır. Buyurur ki, Peyğəmbər, denən müsəlmanlara paşlardan yesinlər və aləmi salihə. Salih işlər görsünlər. Mənası nədir bu hədisin? Hədisin məfhumu budur ki, halal ruzi yeməkli səbəb var ki, insan yaxşı işlər görsün. Bəli. Yəni, haram qida yeməkli səbəb olar ki, insan hələ halal iş görməsin, yaxşı işlər hələ görməsin, hətta harama sövq olar. Bu ki, Peyğəmbər denən müsəlmanlara paşlarla yesinlər, o paş halal qida səbəb olar ki, dünyada bunlar və aləmi salihə. Salih, xeyir işlər görməklə nə olsunlar? Təşviq olunsunlar. Bəs halal ruzi qazanmalığın, halalçılığın insanatın təsiri budur ki, insan nə qədər dünyada var çalışsın, haqqın nasa riayət eləsin, qarnın pak saxlasın, bədən üzdən Allah deyən ki, halal yola xərcləsin ki, həm dünyası, həm də ki, onun axirəti abad olsun.